Salam, mən Nigar Mirzəyeva Karbamid zavodunda proses üzrə böyük mühəndis vəzifəsində çalışıram. Bugünə qədər Karbamid zavodunda 20-dən çox dəyərqat layihəsi icra olunmuşdur. Bugün zavodda buxar və elektrik qızdırıcıların işlək vaxtının optimallaşdırılması layihəsinin ideyasının necə yarandığını və bu ideyanın ideya mərhələsindən layihə mərhələsinə necə keçdiyi barədə qısa məlumat paylaşacağam. Zavodda material və enerji balansları daima izlənilir və nəzarətdə saxlanılır və bu zaman burada olan fürsətlər dəyərləndirilir. Aparılan analizlər zamanı müəyyən etdik ki, zavodda buxar və elektrik qızdırıcıların heç də həmişə işlək olmasına ehtiyac yoxdur. Daha sonra bu ideya digər komandalarla da müzakirə edildi və texniki mümkünlüyü təsdiq edildi. Karbamid ərintisi olan xəttlər istisna olmaqla digər xəttlərdə buxar və elektrik qızdırıcıların işlək vəziyyəti havanın temperaturuna əsasən tənzimlənməyə başladı. Xəttlər çox və mürəkkəb olduğu üçün bunu daha funksional və operativ etməyə ehtiyac yarandı. Belə ki, elektrik qızdırıcıları havanın temperaturu 5 dərəcədən aşağı olduqda avtomatik olaraq qoşulur, 5 dərəcədən yuxarı olduqda isə avtomatik olaraq sönür. Buxar qızdırıcılarının işlək vəziyyəti isə daşbordlar üzərindən izlənilir. Layihə 2023-cü ildən bəri tətbiq olunur. Layihəni etməklə həm elektrik enerjisinə, həm də buxar enerjisinə qənaət edilir və bununla da dolayısıyla təbii qaza qənaət etmiş oluruq. Eyni zamanda kondensatın təmizlənməsi üçün yaranmış xərclər azalır, həm də CO2 emissiyası azaldılmış olur. Salam, mənim adım Rəşid Abbasovdur. Heydər Abad Neft Emalı zavodunda istehsalat üzrə aparıcı mühəndis vəzifəsində çalışıram. Bugün sizə kondensat qorusunun optimizasiya prosesindən danışacağam. Yeni istismara verilmiş kondensatın təmizlənməsi qorusunda müxtəlif istehsalat qorularına çirki kondensat suları daxil olur. Lakin bu sular dizaynla nəzərdə tutulmuş həcmdən daha azdır. Bu səbəbdən ilk zamanlarda daxil olan su təmizlənmədən birbaşa atık suları qorusuna yönləndirilirdi. Nəticədə həm su, həm də bu suyun hazırlanması üçün istifadə olunan kimyəvi reagentlər israf olunurdu. Mövcud problemi aradan qaldırmaq, su itkisini minimuma endirmək məqsədi ilə dəyişikliklərin davam olması çərçivəsində yeni texniki yanaşma tətbiq etmək qərarına gəldik. Aparılan mühəndislik qiymətləndirmələri nəticəsində müəyyən etdik ki, quru dizayn dəyərindən aşağı məhsuldarlıqla da təhlükəsiz, effektiv, davamlı şəkildə işləyə bilər. Bu yanaşmanın uyğunluğu quru üzərində aparılan texniki testlərlə də təsdiqləndi. Eyni zamanda təmizlənmiş suyun laborator analiz nəticələri də bu fikri praktiki olaraq sübut etdi. Nəticədə quru stabil şəkildə fəaliyyət göstərir. Saatda 65-75 ton suyun və bu suya sərf olunan reagentlərin ikisinin qarşısı alınır. Bu yanaşma şirkətimizə həm iqtisadi, həm də ekoloji baxımdan fayda verəcək. Salam, mən Fərəz Fərzizadə, Azərkimya İstehsalat Birliyində proses üzrə aparıcı mühəndis olaraq çalışıram. Bugün sizə şirkətimizə dəyər qatan əhəmiyyətli bir layihədən danışacağam. Azərkimya İstehsalat Birliyinin tərkibində olan polietilen zavodunda aşağı sıxlıqlı polimer qranulları istehsal olunur. İstehsal edilən bu qranullar 130 mikron qalınlığında FFS torbalara doldurularaq daxili və xarici bazara satış üçün təqdim edilir. Yaxşı, bəs niyə 130 mikron qalınlığındakı torbalar? Məhz bu sual layihəmizin təmaldaşı oldu və biz bu sual əsasında torba qalınlığını daha aşağı salmağın texniki mümkünlüyünü qiymətləndirməyə başladıq. Qarşılıqlı əməkdaşlıq və uzun müddətli sınaqlar nəticəsində biz torba qalınlığını 130 mikrondan 110 mikrona salmağın effektiv bir yolunu tapdıq və nəticədə zavodumuzun xərcləri, həmçinin karbon emissiyası əhəmiyyətli dərəcədə aşağı düşdü. Yekunda isə dəyərqat proqramı bizə vacib bir şey öyrətdi. Bəzən böyük nəticələr kiçik suallardan başlayır. Məncə sən daha da yaxşısını edə bilərsən. Unutma, hər bir fikir önəmlidir. Dəyərinə dəyər qat.